Salam əleykum əziz bağbanlar, hər birinizi Xaçmazdan salamlayırıq. Bugün burada bir toplantı olacaq, söhbətimiz olacaq. Semilla şirkətinin direktoru sağ olsun Sərxan bəy bizə şərait yaratdı, dəvət elədi bura. Burada da bir çoxlarımızın tanıdığı məşhur aqronom Xavier bəy də burada olacaq. Bir çox gilasçılıq barədə bizi narahat edən məsələlər, suallar olacaq. Sərxan bəy, çox sağ olun, təşəkkürlər, bu şərait yaratmışsınız. Bir iki söz deyə bilərsinizmi adında? Biz istəyirik ki, bu sahədə kiçik sahibkarlar və aqronom dəstəyindən kənarda qalıb. İstəyirik ki, bu layihə çərçivəsində kiçik sahibkarlara da köməkliyimizi göstərək. Ümumi gilas, şaftalı, nektarin alma fərqi yoxdur. Bəli. Bütün sahələr üzrə. Düzdür, biz ümumi böyük bağlara baxırıq, kiçik bağlarla fiziki olaraq vaxtımız çatmır, amma sizə verdiyimiz proqramlar nəticəsində siz də onlara dəstək göstərə bilərsiniz. İllik məsələn budamaları çalışacaq ki, gəlib bağlarda göstərək. Harca 3 hektar, 5 hektar belə ərazilərdə gəlib göstərə bilir bəzilərinə. Onunla qalanı da siz tətbiq edəsiniz. Mais birisi onunla bağlı bütün köməkliyi, dəstəyi verəcək. Xavierin məsləhətlərilə təbii ki. İnşallah Allah işimizi xeyirli uğurlu eləsin. Yaxşı olar. Çox sağ olun, təşəkkürlər. Ən başdan sizə də öz təşəkkürümü bildirdim. Mən mövzuya rəsmi yox, öz aramızda necə demirlər, lore dildə danışmaq istəyirəm ki, qoy bağbanlarımız da bizi başa düşsün, elmi terminlərdən istifadə eləmədən. Ən başlıcası problemlərdən biri maksimumda tonaj götürə bilməmək. Yəni bir də hal-hazırda şimal bölgəsində problemimiz budur. Bununla bağlı nə işlər görürsə, amma bilirəm ki, siz maşallah gözəl necə deyim, nəticələr götürmüsünüz və göz qabağında da var. Bu ildə çəkilişlərimiz olacaq. Bu tonajı niyə götürə bilmirik bizim bağbanlar məsəl üçün? Bu sualı birbaşa sizə. Bu sualı aqronoma yönəltən yaxşısı, o da məntiqli cavab verər. Bizdən daha elmi güclüdür. Bəli. Javier, están preguntando por qué no pueden coger cosechas de máximo 14. Ellos han podido, pero en la mayoría de las fincas es muy difícil. Bueno, tiene varios problemas las fincas aquí en Azerbaiyán. Uno de ellos es que muchas no están ni siquiera bien planificadas en el tema de polinizadores. Aquí está bien planificado. Ese es el primer paso. Birinci növbədə düzdür, Azərbaycanda bununla bağlı birinci problemlər var. Birinci növbədə bu maksimum ilə əkəndə tozlayıcı əkmirlər. Əvvəldən dizayn yaxşı olunmur. Bu bir. Çünki tozlayıcı olmadığına görə məhsul da yoxdur. Tozlayıcıya diqqət yetirməliyik. Quiero decir que no solo es un problema del portainjerto. El portainjerto en sí es un gran portainjerto. El problema es que hay un mal diseño previo a la plantación. Çünki bu rootstock, maksimum 4 adlı rootstock, qəşəng rootstock, yaxşı rootstockdur. Bununla bağlı problem yoxdur. Sadəcə olaraq ilkin dizayn yaxşı icra olunur. Y por otra parte, hay otro problema, que es que hay algunas variedades, no todas, hay algunas variedades modernas muy fértiles con las cuales todo el mundo sabrá producir en un máximo. Pero hay otras como variedades más tradicionales como Cordia, Regina, Cirat, que tienen algunos manejos un poco especiales que quien no los hace, incluso teniendo una buena polinización, no lo va a conseguir. Sonra misal üçün təzə müasir sortlarına, onlar daimi olaraq məhsul verirlər. O problem deyil. Amma misal üçün başqa sortlar, Cordia, Regina, Zirat olaraq xüsusi diqqət yetirmək lazımdır. Bir söhbət rootstockdan tək getmir. Diqqətindən də söhbət gedir. Xüsusi qulluq eləmək lazımdır bu sortlara. Cordia, Regina, Zirat. Por ejemplo. Cordia, Regina, Zirat. Cordia, Regina, Zirat. Xüsusi diqqətli qulluğu tələb edən sortlardır. Aha. Başqa səbəblər nələrsə var, məsələn, tozlamadan əlavə? Pero habrán otros problemas aparte de los polinizadores. Sobre todo el manejo de las plantaciones. Qulluq. Sadəcə qulluq. Creo que hay varias carencias en temas de fertilización, de podas en verde y cosas que harían que fuéramos más productivos. Düzdür, onda bəzi başqa nöqsanlar var. Misal üçün, yaşıl budama ilə bağlı problemlər, sonra hansısa bir elementlərin çatışmazlığı da ola bilər. Bəli, bu amillər də yəni nəzərə almaq lazımdır. Bu amilləri də nəzərə almaq lazımdır. Normal nəticəni maksimum 4-də neçənci ildə meyvəyə düşməyində görürük. Bir dənə bu sual ver. Necə? Məsəl üçün, normal maksimum 4-də 5 kilo, 10 kilo arası meyvə götürmək ən tez neçənci ilində götürmək olar? Javier, ¿cuál serían a partir de qué año podríamos empezar a coger cosecha en máximo?
Con un 5, buen 10 kilos, lo que sea. Con un buen manejo, en el tercer año deberías estar entre los 1000 y 1500 kilos por hectárea. En el cuarto año deberías llegar a los 8 o 9000 y a partir del quinto por encima de las 14 toneladas. Deməli, yaxşı qulluq göstərirsə, Aha. 3-cü ildə 1 ton yarım əldə etmək olar. Hektar. Hektardan. A partir del quinto quanto? A partir de por encima de las 14 toneladas. Ha. Və ondan sonra hardasa, yəni ən pikdə 14 ton yığmaq olar. 3-cü ildən 1 ton yarım başlayırsınız yığmağa və 4-cü il dedi 8-9 ton, 5-ci ildən etibarən 14 tona qədər. Maksimum neçə ton ola bilər? ¿Y cuál sería la máxima cantidad? No hay una máxima cantidad, tenemos que relacionarlo con el calibre. ¿Puedes hacer 18 toneladas, 20, 22? Sí, pero reduciendo calibre. Y creo que tenemos cada vez que fijarnos más en este país que hay que hacer cereza de calibre. Entonces pasar de las 14 a 16 toneladas, en mi opinión, aunque se puede, es un error porque bajaremos los calibres. Bilirsiniz necə, indi tonlardan söhbət getmir, kalibrdən söhbət gedir. Mən indi dedim, qeyd elədim ki, 14-15 ton eləmək olar, amma ki, yaxşı kalibr nəzərə alar. Bəli. Siz misal üçün 22 ton, 25 ton da yığa bilərsiniz, yəni noxud ölçüsündə. İndi söhbət kalibrdən gedir. Cəmaət hələ görəşmir bu. Onlar nəyə əsasən deyirlər, onu Şöhrət bəy. Bizdə 20 ton arasında nəticə almışıq da biz öz bağımızda. Yaxşı baxırıq. Hə, yaxşı. Kalibrdə normal almışıq. Porque pregunta porque nosotros hemos cosechado 22 mil kilos. Ona görə deyirlər ki, Con un buen manejo siz ama уже profesional adam, peşeker sayılır. y con una buena genética, es una buena mezcla. Tienes una buena variedad que tiene un potencial alto de calibre, ya genéticamente, y un buen manejo. Ahí se puede subir los kilos, obviamente, pero no con todas las variedades lo puedes hacer y sobre todo es muy complicado con las precoces. Qardaş düzdür. Həm də rus topdan başqa deməli sortdan da asılıdır. Genetikadan da çox asılıdır. Genetika. Çünki sizdə bu siz 22 ton yığmısınız, yəqin başqa sort. Başqa sort. Genetik cəhətdən yaxşı sort, uyğun sort. Diantrit. Bir də deyək ki, Aysal, tez yetişən sortlarda çox yığmaq olmaz, alınmır. Çox məhsul vermir. Tez yetişən sortlar vermir. Çox tonaj götürər. Genetik cəhətdən onlar, yəni onların qabiliyyəti yoxdur çox versinlər. Hə, başa düşdüm. Fiziki cəhətdən verməyəcək. Bu neçə ildir buradadır Xavier bəy? Təxminən neçə il Azərbaycana gəlib gedir bu şimal? ¿Cuántos años estás aquí? Yo creo que 6 o 7. 6-7 il. Bizdən 6 ildir işləyir. Bəli. Şimal bölgəsinə xüsusi məsləhət bildiyi maksimum 4 üzərində sortlar varmı ki, məsəl üçün bunlara daha çox nəticə alan görürəm, bunlara üstünlük verin deyib? Javier, ¿cuáles serían las variedades que tú podrías recomendar encima de máxima 14, según tu experiencia en la zona del norte de aquí? Todas las variedades para mí son recomendables. Si la variedad es de calidad, el portainjerto no es un problema. Es decir, toda la serie Sweet, cualquier Red Pacific, Nimba en la época precoz. O deyək ki, Sweet seriyalar, Nimba, Red Pacific, Sweet aliyanı, o Sweet seriyalar, sonra Red Pacific, Nimba, tez yetişən sortları. Əgər sort yaxşıdırsa, bununla gedər, problemsiz, uyğunlaşdırmaq olar. Maksimum 14-dən Məsələn, bəzi hansı çeşidləri, Sweet seriyası. Sweet seriya, Nimba, Pacific. Eso en la época precoz y media, y no nos olvidemos de la zona más tardía. Lapin sigue siendo una gran variedad, Esquina, aunque son más tradicionales, es una gran variedad. Un buen manejo de Cordia Regina, son grandes variedades. Es decir, el problema nunca será el portainjerto, sino el manejo. İndi bayaq dediyim sortlar, qeyd elədiyim sortlar o tez yetişən sortlardır. Amma Lapins da var, sonra Regina var, Skina var, o biraz orta və gec yetişən sortlardır. İndi yenə deyirəm, sort problem deyil. Əsas odur ki, qulluq nə dərəcədə düzgün şəkildə aparılır. Hər şey gəlib qulluğun üzərində. Qulluğundan üzərində, конечно, bu. Bunlar təməldir. Düzgün budamadır, düzgün gübrələmədir. Yəni, bunları təməldən düz gəlməlisən, daha La poda correcta. Exacto. Después abonado, todo esto. Düzgün baxım. Ese manejo. Bir düzgün mütəxəssisinə yanaşmadır. Mümkün sahibkarlarda bağ əkirlər, əziyyət çəkirlər, o qədər asfaltı çəkirlər. Aqronoma gələndə, məsələn, düzgün aqronom seçmirlər, bəzən ucuza qaçılır. Ucuza qaçılır nə məna deyirəm? Hər bir mütəxəssisin öz dəyəri var. Bəli. Yəni,
İspaniyadan gəlirsə, bu qədər mütəxəssisdirsə, bu qədər nəticəni verə bilirsə, bugünkü günə sahibkarlar may ayından, bizdə inşallah mayda başlayır yığım. Mayın 25-də. Mayın 25-dən sonra gəlib bizdəki nəticəni görə də bilərlər. Kimsə ona inanmırsa, inşallah gəlib görə El árbol, que hacen que no sea rentable una cosa que debería serlo. Mən çox gəzmişəm, Sərxan qardaş düz qeyd elədi. Balaca sahələrdə misal üçün yaxşı sortu seçirlər, əkiblər, maksimum 14 üzərində. Amma ki, budama düzgün şəklində aparılmır. O tradisiyon şəkildə, ənənəvi şəkildə aparılır. Ağacı qaldırırlar belə, sonra baxırlar ki, nəticə yoxdur. İstədiyi məhsulu əldə edə bilmirlər. O budamadan çox asılıdır. Sərxan qardaş düz qeyd elədi. Bizim gördüyümüz də odur ki, budama düzgün olmur deyənə bağlarda hava şəraiti düzgün sirkulyasiya olmur, bir çox problemlər yaranır. O əkim sxemi 3-5 eləyirik, amma 3-5-ə bir müddət sonra bağın içinə girmək olmur. Budama hansı stildə məsləhət bilir məsələn? Si tienes razón, porque hemos visto que la gente está plantando con el marco de plantación 3x4x3 y después levantando los árboles demasiado se rompe la circulación, la cadena de la circulación del aire. Esa es una de mis guerras aquí. Siempre, desde que llegué aquí, estoy luchando por empezar el árbol bajito y por tener un árbol bajo. Para entrar pronto en producción, pero también porque ya no somos un país que esté sobrado de mano de obra y tenemos que ser eficientes en la recolección. Y con árboles bajos es posible, con árboles altos no. Mən bu neçə il elə bil ki, mübarizə aparıram. Uşaqlar fermerlər çatdırmaq istəyirəm ki, uşaqlar onları aşağıdan başlamaq lazımdır. Yuxarıdan yox. O gövdəni yuxarıdan 1 metrdən, 2 metrdən başlayır ki, axır yuxarı gedir. Sonra deyir ki, məhsul yığımında da problem yaşanır. Niyə görə? Çünki elə bil ki, sən əllə bunu yığırsan. Bir dəfə nərdivan qoyursan, qalxırsan, düşürsən. Hamısı vaxtdır. Vaxt aparan bir amildir. Düzdür, sizdə işçilər çoxdur. Kifayət qədər ucuzdur. İspaniyadan fərqli olar. Amma yenə də bu təzə üslubla getmək lazımdır. Bunlara üstünlük vermək lazımdır. Təzə üslublara üstünlük vermək lazımdır. Onlara ərazidə də indi moment düşər, göstərərik də. Budama bir problem. Y cuando tengamos tiempo, a nosotros nos gustaría invitarte a nuestras fincas. Nuestras fincas, no de nuestros clientes. Sería un placer. Məmnuniyyətlə. Çox gözəl. Bir də bu çərtmə üsulu ilə budaq alma son zamanlarda bir çox bağbanlar edir. Bu düzgün metodu necədir? Bunun barədə bir sual vermək olur. Necə olur? Javier, ¿podrías por favor comentar acerca del tema de incisiones? Este último tiempo muchos agricultores están haciendo las incisiones. ¿Y cuál sería la ventaja y cómo podríamos sacar las ramas si este es el método correcto? Sí, el método de las incisiones es el método correcto y va muy unido a todo lo que hemos estado hablando hasta este momento. Hacer árboles bajos necesita de tener ramas laterales desde la parte basal y el método de las incisiones es el método más rápido, dado que no necesitas cortar los líderes, lo cual retrasaría mucho la recolección, de entrar en producción. Entonces, bu mən dediyim ki, bu təzə metoddur, müasir metoddur. Mən deməli ağacı kifayət qədər alçaq saxlayıram. Amma eyni zamanda mənə lateral, yəni bu yan budaqlar da lazım olacaq. Mən lideri ucu kəsmirəm, bir il itirmirəm. Onlar lideri eləyib, təzə budaqları, yan budaqları çıxardırır, məhsulumuz da artır. Əlbəttə ki, ən vacib olan amil budur. Yadınızda da birinci dəfə gələndə bunlarda bizdə problem yox idi. Bir ilə 1 tondan 10 tona qalxıb. Yani я видел поco la historia de esto. Con las laterales. Exacto. Çox vacib olan bir amildir. Javier onu alqışlayır və birinci dəfə olaraq Javier tərəfindən bu təqdim olunur. İlk təqdim edib ki, bizim bağ olur. Bu bağ. Görmüşəm sizin bağ. Digo que un poco he contado una historia y que eras tú que introdujiste este. Precisamente esto es algo que empezamos aquí en Agrofrutas. Dale. Quiero decir, fue la primera finca que la birinci dəfə olaraq bu sahədə biz onu tətbiq elədik, bu metodu tətbiq elədik. Gözəl nəticə alınıb. Biz Gizella'da da eləyirik onu. Y de verdad hemos visto muy buenos resultados en Gizella, hemos sido testigos. Sí. Gizella'nın xüsusiyyətləri barədə məlumat verə bilərmi? Avropada nə qədər əkilir, nə qədər üstünlük göstərilir? Biraz ondan da danışmaq istərdim. Javier, ¿podrías por favor comentar acerca de Gizella? Gizella en Europa, ¿hasta qué punto está popular en Europa? Hay una parte central de Europa que comprende el norte de Italia, Austria, Alemania, incluso Bélgica, donde sí han elegido bastantes Gisellas
Pero ahí tiene que ver también una parte cultural. Toda esa parte venía del cultivo de la manzana y de la pera, que ya estaban acostumbrados o llevaban en su mente patrones enanizantes, sistemas superintensivos. Entonces pensaron que podían copiar lo mismo con el cerezo. Y el único portainjerto que se adapta a esa super alta densidad son los giselas. Si quieres traducir y luego. O bilirsiniz necə, bu Gisela harda populyarlığı qazanır? Almaniyada, İtaliyada, şimal ölkələrdə. Niyə görə? Çünki onlar qabaq almalarla məşğul olurdular. Almalar siz bildiyiniz kimi pasinkalarda bu əkilirdi. İndi bu gilasın da eyni metodla getmək istəyirdilər. Amma ki bu pasinkaya əkilən ancaq Gisela gedir. Başqa yəni sort getmir, başqa rootstock getmir. O da aşma verdi. Ona görə Gisela niyə görə seçiblər ki? Çünki qabaq almalarla işləyirdilər, alma bu üslub. Dedi ki, qardaş, gəl bu Gisela əkək, eyni qaydada superintensiv gilasları da əkək. Ona görə. Başqa nəsə bu Yahya müəllimin sualı var idi. Budaq almanı soruşmaq istəyirəm ki, hər sortda tətbiqləmə olurmu? Nəyi? Çəkməni də gilasdan gedir söhbət. Gilasdan sual verirlər. Yəni hər sortda onu tətbiqləmə olurmu? ¿Sería posible hacer incisiones en cada variedad? Sí. Dale. Hay variedades, supongo que lo preguntas porque hay variedades más complicadas. Sualımda var. Mən başa düşdüm niyə görə bu sual verir. Bəzi sortlar biraz mürəkkəb sortlardır, çətin sortlardır. Ona görə. Bir sualım da var. İndi bu ağacdan danışdıq. Bu torpaqda damcı üsuluna sulananda elə sahələr var ki, damcı düşür, hopur da sahəsi böyük. Amma elə sahələr, torpaq sahələr var ki, damcı ilə suluyursan, axıb gedir, hələ bir damcıyı torpaq çəkmir. Torpaqda nə çatışmır, ona torpağa nə lazımdır ki, torpağa hopmur da suyursan yayılır. Damcı nə olan şeydir? Bu çox qumsal torpaqlarda olur. Torpaq gilli, sarı gilli torpaq. Bura nə tətbiqləmək lazımdır? Porque hay diferentes tipos de la tierra. Una tierra se infiltra bien el agua. En otra tierra como arcillosa. Sí. Se va, corre el agua, Sí. no se infiltra. ¿Cómo podríamos mejorar la estructura de la tierra para que absorba mejor el agua? La única forma de mejorar la estructura de la tierra, si hablas después de la plantación, previo a la plantación hay algunas actividades como el manejo de la tierra, del estiércol, los caballones. Tras la plantación solo con materia orgánica, con buenas materias orgánicas. İndi əkməşdən əvvəl söhbət gedir, sonda onu şumlamaq lazımdır. Misal üçün, sonra bu qratkaları, bu təpələri düzəltmək lazımdır. Əgər belə bir çətin torpaqlar varsa. Yox, torpaq, düz torpaq deyil. Misal üçün, əgər ağaclar əkilibsə, ancaq peyinin verilməsi onun strukturanı yaxşılaşdıra bilər. Su Soğurmur. Çünki no se infiltra. Torpaq düz torpaqdır. Torpağın xüsusiyyəti odur ki, suyu La tierra plana, su almır da torpaq su almır. Su almayan da ağaca belə gəlir. Solo con muy buenas materias orgánicas líquidas y buenos productos a base de calcio, porque buena parte de la falta de infiltración que tenéis en vuestros suelos, y lo puedo decir porque he visto muchos de los análisis de suelos que esto por aquí son de excesos de sodio. El sodio desestructura absolutamente cualquier terreno y favorece la compactación y evita la infiltración. Solo un buen producto de materia orgánica y buenos productos de calcio pueden intercambiar el calcio por el sodio y volver a reestructurar de alguna manera. Onda bilirsiniz necə? Burada Azərbaycanda mən analizlərə baxdım. Demək olar ki, əksər yerlərdə sodanın miqdarı çoxdur. Soda. Natrium. Natriumun miqdarı çoxdur. O miqdarı çox olduğuna görə torpaq elə bir ki, yəni kompakt olur, belə bərk olur. Onun qarşısını almaq üçün, yaxşılaşdırmaq üçün o kalsi tərkibli preparatlar verməyə lazımdır. Kalsi sodanı çıxardır, üzü girir torpağa və torpaq belə qum kimi olur. Bir də orqanik maddə, amma maye şəklində. Yəni onun dediyi odur ki, soda torpağı belə bərkliyir, soda, o element, soda elementi, natrium. Onu dağıtmaq üçün, sodanı dağıtmaq üçün kalsium tərkibli preparatları, dərmanları verməyə lazımdır. Kalsium gelib sodanı çıxardır. Torpağa. Çıxardır və torpaq belə yumuşaq olur.
Bir də ki, Sərxan bəy, əsas məsələlərdən biri bizim böyük sahibkarlarımız var. Böyük deyəndə yəni 10 hektar, 10 hektardan yuxarı. Onlar da istəyəcək ki, belə bir toplantıda olsun. Bir 15 gündən sonra biz belə bir məsələ onları bir yerə yığsam, olarmı ki, bir onları da dəvət eləyək? Podríamos organizar la reunión con los productores grandes en 15 días o después, Sí, unos mi días. vuelta será para finales de marzo, por supuesto que podemos hacerlo. Bəli, martın axırında, pero ten en cuenta que fiesta mejor después. Después de Novruz. Novruzdan sonra. Novruzdan, Novruzdan bəli. sonra. Biz aslında Şey, təyin edərik, Aha. sizə bildirərik ki, 1-2-3 gün qabaq. Çox suallarımız var. Orada rahat Tenemos muchas preguntas. tədbir edilir problemlər. Olar. Sizin nə sualınız var? Vale. ¿Hasta qué punto sería justificado utilizar Pramalin durante la floración? Durante la floración solo es una opción. Está justificado en función del calibre de la variedad, es decir, pueden mejorar los calibres. O bilirsiniz, bu alternativ olaraq, opsiya olaraq, ondan istifadə eləmək olaraq, kalibri yaxşılaşdırmaq olar. Belə bir Çiçək vaxtında. Pero durante la floración. Durante la floración, desde la floración hasta la caída de pétalos, incluso un poquito más, casi hasta endurecimiento de hueso, se produce la división celular. Es decir, que la cereza está, aunque la veáis muy pequeñita, está en pleno crecimiento celular. Es ahí cuando se gana el calibre, aunque no lo veas. Entonces, cualquier hormona basada en giberelinas o citoquininas puede aumentar la división celular, por lo tanto, en cosechar puedes tener algo más de calibre. Bəli, çəkləmədə dövründə, dönəmində istifadə eləmək olar. Niyə görə? Çünki bu xırda da olsa, incə də olsa, o çipulu da olsa, o orada hüceyrələr bölünür. Bölünmə gedir. Ona görə istənilən qarmon kömək edə bilər, yəni kalibrə nail olmaq üçün kömək edə bilər. Gül Bu vaxtı dönəmində su hüceyrələr yəni bölünmə gedir. Gül vaxtı sulama. Damlamışıq. Yəni yenə sualı Fikri. çiçək üstünə Fikri nədir? full çiçəkdir. Donde se puede regar. Sí. Bəli. El riego no debe ir relacionado solo con el estado fenológico, sino con el nivel de agua que tienes en el suelo. Ahora venimos, hace 15 días teníamos un frío, o 20 días, un frío terrible, nieve, mucha lluvia, pero hemos llegado a justo lo contrario, estamos a 20-22 grados, empiezan a bajar los niveles de agua del suelo, no nos podemos dormir. Ahora mismo esa división celular que decía también necesita comer, tenemos que empezar a regar. Bu fenoloji durumundan asılı olmamalıdır. Fenoloji durumundan. Yəni əgər su tələb olunursa, su vermək lazımdır. 15 gün bundan qabaq burada yəni dəhşət maroz vardı, şaxta var idi. Mən demirdim sulamaq lazım. 15 gündən sonra baxırıq ki, demək olar ki 30 dərəcəyə çatıb hər Hava şəraitinə uyğun olaraq. Ona görə torpağı qazıb görürük ki, suyun tələbatı çoxdursa, susuzluqdursa da vermək lazımdır. Gözləmirik. Gözdən yox. Susuzluqdan söhbət gedir. Bizdə bir belə anlayış var idi ki, formalaşmış, yəni çiçək dövründə hə, sala bilər, yəni ondan qaçınmaq üçün Porque Mənfi tərkib. la idea o el concepto antiguo era que durante la floración no se puede regar por no provocar el estreso. No es un concepto tan antiguo, y te lo diré que todavía hay gente que piensa así también en España o en otros países, pero están equivocados en el sentido de que simplemente lo que no han hecho bien es un control adecuado del vigor. Y cuando no hay un control adecuado del vigor o una poda muy excesiva, que hay gente que lo hace durante el invierno, un exceso de agua también va a provocar menos cuajado. Pero si vienes ya de un buen manejo anterior, no hay que tenerle ningún miedo, sino todo lo contrario, aportar ya fertilizantes. Yox, bizdə də İspaniyada, Avropada belə bir şey, konsepsiya var. Yəni bu çəkləmə dönəmində sulamaq olmaz. Amma ki problem orasındadır ki, bəzi fermerlər sərt budamanı aparır qışdakı. Sonra misal üçün su verəndə əlbəttə ki, yəni meyvə tutmur. Bu başqa məsələ, başqa yəni səbəblər, yəni bu stres əmələ gəlir. Yəni normal proses gedən baxımdan. Normal proses deyir ki, normal o manix yəni qulluq icra olunsa, tətbiq olunsa heç bir problem yoxdur. Sulayın. Yahya bəy, sizin sualınız var? Xeyr, mən barədə elə sual mən əsas maraqlandıran torpağı su almamağı. Lo que me interesaba es la tierra, cómo mejorar la estructura de la tierra para que absorbe mejor. Başqa sual Bir də Xavier bəyin burada ən çox gördüyü bizim səhvlərlə deyimiz, məsələn,
bunu deməkdən, yəni ki, məsələn, yorulmuşuq, bu eləməsinlər dediyi bir mövzu var. Javier, hay algunos problemas de los cuales tú te has puesto cansado. Es decir que, por ejemplo, yo he estado insistiendo tantas veces que no lo hagan y siguen haciendo. ¿Hay algún problema si algo con lo que hacen? Bueno, más que no estoy cansado de nada porque entiendo la cultura de cada país, entiendo de que casi hasta ahora todo valía aquí. Es decir, por mucho que hicieras un calibre 22 milímetros en lugar de un 28 también se vendía. Pero se está plantando mucha cereza. Y los manejos todavía no son los correctos que debieran ser para ganar calibre. Y creo que Azerbaiyán, si no empieza a tener manejos de mejores podas y mejores aclareos de frutos o de flores, cuando aumente la producción habrá calibres muy pequeños y eso va a hacer que baje el precio radicalmente. Entonces el aclareo en fruta. Sí. Deyir ki, yox, mən belə yəni bunu qəbul edirəm. Sadəcə olaraq mən danışdı. Deyir ki, Azərbaycanda sirətməyə hələ ki biz yəni öyrəşməmişik. Meyvə sirətməyə hələ ki öyrəşməmişik. Mən neçə dəfə başa salıram ki, yenə də başa salacağım ki, siz yəni kalibrə nail olmaq üçün meyvəni sirətmək lazımdır. Əks halda meyvə çox olacaq, amma kalibr, yəni noxud yəni ölçüsündə olacaq. Amma cəmaət bunu eşidib, amma eləmir, riayət eləmir. Nə qədər çox. Mən nə qədər söhbət edim ki, qardaş, lütfi siz misal üçün böyük kalibr az kiloqramaja yığın, amma yaxşı qiymətə satar. Nəinki yəni bu misal üçün 10 ton, amma noxud razmeyində. Mənim bir dənə də sonuncu sualım, demək, alaq otlarına mübarizədə herbasitdən istifadə bu nə dərəcədə düzgündür? Avropada istifadə edirlər, hansı yaxşıdır, necə istifadə edirlər? Siz hansı yaşda ağac üçün son zamanlarda parça eləyirik, Sərxan bəy, məsələn, parça da çəkilir, bəli. Amma torpağın zəhərlənməsi mövzusu da var da, burada bir ondan... Böyük ərazilərdə 100 hektarda sən məcbursan onu eləmək, amma 3 illik, 2 illik, neçə illik ağacdan nəzərdə tutursan... Sıfırdan başlayaq, 2 ildən başlayaq. Bu barədə məsləhəti nədir? Hansı yaşdan herbisid vurmaq daha düzgündür? Bu proses necə olmalıdır? Javier, la siguiente pregunta acerca de la aplicación de herbicida. ¿A partir de qué forma debe aplicarse herbicida? Glifosato. Si hablamos de glifosato, solo a partir del cuarto año. 4. ildən etibarən. 4. Ondan qabaq olmaz. En España y en muchos otros países lo que hacemos desde el primer año ya lo podemos aplicar mezclado con MCPA para matar tanto hoja ancha como hoja estrecha. Son protectores plásticos en el árbol, pero no es algo que sea común aquí. Por lo tanto, debemos esperar hasta que la madera esté lignificada. Bilirsiniz necə, Avropadan fərqli olaraq burada Azərbaycanda protektorlar taxmırlar, protektorları. Birinci əkilən kimi, əkən kimi, yəni protektor taxmaq lazımdır ağaca. Plastik protektor taxırsan. Qoruyucu protektor taxırsan, ondan sonra yəni eləmək olar, yəni bu herbisdən istifadə eləmək olar. Amma mən görürüm ki, heç kim bunları taxmır. Ona görə mənim tövsiyəm odur ki, 4-cü ildən etibarən herbisiddən, glifosatdan istifadə eləmək olar. Ondan tez olmaz, çünki protektorlar olmadığına görə ağacları da yandıra bilər. Glifosat adətən MCPA ilə qarışdırılır, MCPA adlı herbisidlə qarışdırılır, çünki orada yəni cürbəcür otlar üçün yandırmaq. Ağacı qoruyucu taxsaq 4 il, 2-ci ilində məsələ eləyə bilərik? Con protector a partir del segundo año se puede? Sí. Bəli. Eləyə bilərik. Taxmırıqsa 4-cü ildən sonra. Bəli. Onu Zaten bizdə olsa qarpız girmişik, burada taxtadan, kardondan istifadə edib ağacı qoruyurlar. Yəni birbaşa basıb sağana vurdu deyə bir şey yoxdur. Şirkətlərdə vururlar, fikir vermişim. Şirkətlər də çoxsu da əhənglənmiş gördüyü burada. Dice que todas formas herbicida ponemos cartón para proteger, cartón y protegiendo, pero es un poco lío. Es delicado. Incluso con protectores de plástico, una mala aplicación con una velocidad excesiva o una presión de boquillas demasiado excesiva, eso también vaporiza y aun con protector plástico puedes dañar el árbol. Es una cosa que hay que hacer de forma muy delicada. Amma yenə də bu çox delikat bir məsələdir. Даже protektorda olsa, indi traktor sürətlə getsə buxarlama gedəcək. Ya da bu məməcilər var. Onlar hansı sürətlə buraxırlarsa ondan da asılıdır. Havanın temperaturu buxarlama da ola bilər. Traktor sürətindən də asılıdır. Ona görə buna xüsusi diqqət yetirmək lazımdır. Körpə ağacı xüsusi diqqət.
Serkan bəy, sizə də xüsusi təşəkkürümüzü bildiririk bugün bu şəraiti yaratdığınıza görə. Javier bəyə də öz adımızdan təşəkkürümüzü bildiririk. Señor Sarhan, por haber organizado y nuestro agradecimiento especial para ti también, para usted también. Bundan sonra da daha ətraflı, gözəl məlumatlar verməyə çalışacağıq bir yerdə əməkdaşlıq. Y a partir de hoy intentaremos colaborar y profundizar nuestra colaboración en el futuro. Un placer. Çok sağ olun, minnətdarım. Sağ olun. Serkan bəy, bağbanlarımıza nəsə demək istədiyiniz bir mövzu var? İnşallah tədbiri təşkil edərsiniz. Biz də gəlib iştirak edərik. Üniversitet bağbanları daha ətraflı orada suallar var, hamı maraqlandıran suallar var. Bilirəm ki, bacardığımızı inşallah cavablandırarıq, məsləhətlərimizi verərik. Proqramlarla bağlı müraciət edərlərsə köməyimizi edərik. Başqa da heç nə. Allah hamına işini xeyirli, uğurlu eləsin. Allah bərəkət versin işlərinə. Amin, çox sağ olun. Organizaremos la reunión con los agricultores, nosotros también, tú también hablarás ahí y colaboraremos en futuro. Ojalá que Dios nos ayude a todos. İnşallah. İndi əlavə səmimi sualınız varsa verə bilərsiniz. No, buyurun. Evet. Buyurun, mən suallarımı vermişəm. Rahat